Salam, hər vaxtınız xeyir gözəl xanımlar. Bugün sizlərə gözəlliyə aid bir video paylaşacağım. Sonra qədər diqqətlə qulaq asın. Bizə lazım olacaq qarğıdalı nişastası, 200 ml suda bunu qəşəngcə həllilik bişiririk. Daha sonra evdə hər hansı bir yağlarınız varsa, saç baxım yağları. Məndə quşburnu var idi, məsəl üçün bunu atdım. Daha sonra kastor və masla, yəni gerçək yağı, argan yağı, badam yağı, zeytun yağı, bunların hər hansı birindən varsa və yaxud da hamısı varsa əlavə edə bilərsiniz. Eyni ilə A vitamini, yağı və Y vitamini. Bunu qeyd edim ki, qızlar, həftədə bir dəfə istifadə edirsiniz. Bütün saç diblərindən tutmuş ucuna qədər vurursunuz. Bu sizin saçınızda əgər qırıntılar varsa aradan qaldıracaq. Şiddətli saç tökülməsi varsa saç tökülməsinə son qoyacaq. Keratin baxım eləyəcək, saçları düzləşdirəcək, parıllaşdıracaq və həcm verəcək. Çox mükəmməl bir effekt verir. Həftədə bir dəfə yoxlayın və nəticə super olacaq. İstifadə edib rəydə bölüşün.